bürcü 12 Aprel 2026-cı il. Əgər vacib bir iş planlaşdırmısınızsa, unutmayın ki, bugün daha çox öz gücünüzə güvənməlisiniz. Nəinki başqalarının dəstəyinə. Əvvəllər sizə tez-tez kömək edən insanlar bugün öz işləri ilə çox məşğul olacaq və ehtimal ki, xahişlərinizə cavab verə bilməyəcəklər. Yeni tanışlar isə çox şey vəd etsələr də, yalnız sadə məsələlərdə kömək edəcəklər. Lakin siz tək başına belə ən çətin işlərin öhdəsindən gələ bilərsiniz. Əgər israrlı və ardıcıl olsanız, ulduzlar göstərdiyiniz səylərin nəticə verəcəyini bildirir. Gün qeyri-rəsmi mühitdə ünsiyyət, əyləncəli tədbirlərdə iştirak üçün əlverişli olacaq. Maraqlı tanışlıqlar mümkündür. Bugün ilk dəfə qarşılaşdığınız insanlarla tez dil tapa biləcəksiniz. Adətən başqalarının yalnız çatışmazlıqlarını görən insanlar belə sizə simpatiya bəsləyəcək. Buğa bürcü 12 Aprel 2026-cı il. Xüsusi narahatlığa əsas yoxdur. Sizi pis olmayan bir gün gözləyir. Lakin emosional vəziyyətiniz sabit olmayacaq. Buna görə də əhvalınız bəzən xırda şeylərə görə korlana bilər. Əgər problemlərə deyil, imkanlara və sevincə gətirən səbəblərə diqqət edirsəniz, ulduzların sizin tərəfinizdə olduğunu görəcəksiniz və onların dəstəyi ilə yaxşı nəticələr əldə edəcəksiniz. Bir çox buğalara təbii təşkilatçılıq qabiliyyətləri kömək edəcək. Ətrafda qarışıqlıq və tələskənlik olsa belə, siz fəaliyyət planını quracaq, ona sadiq qalmağa çalışacaqsınız. Heç kimə sizi çaşdırmağa imkan verməyəcəksiniz. Bu yanaşma gözlədiyinizdən daha təsirli olacaq. Unutmayın, ardıcıl hərəkət edərək hər şeyi eyni anda etməyə çalışdığınızdan daha çox nəticə əldə edə bilərsiniz. Əkizlər bürcü 12 Aprel 2026-cı il. Yaxınlarınızla münasibətlərinizin necə qurulduğuna diqqət edirin. Bugün köhnə incikliklər xatırlana və uzun müddət davam edən fikir ayrılıqları yenidən üzə çıxa bilər. Problemləri görməzlikdən gəlməkdənsə onları açıq şəkildə müzakirə edib həll etməyə çalışmaq daha faydalı olacaq. Sizin üçün vacib olan insanlarla bugün həmişəkindən daha çox anlayış və dəstək lazım olacaq, amma hər kəs bunu açıq deməyə cəsarət etməyəcək. İntuisiyanıza qulaq asın. O sizə necə davranmalı olduğunuzu göstərəcək. Gün faydalı işlər, uzun müddətli diqqət tələb edən problemlərin həlli üçün uyğundur. Bəzi əkizlər ev işlərinə tam baş vuracaq. Hətta bundan zövq alacaqlar. Məişət texnikası, mebel, interyer əşyaları almaq olar. Gündəlik həyatınızı asanlaşdıracaq və gözəlləşdirəcək şeylər. Bu cür alışlarda tələsməyəcəksiniz və bir neçə variant arasında ən yaxşısını seçəcəksiniz. Xərçəng bürcü 12 Aprel 2026-cı il. Xırda şeylərə görə narahat olmayın. Bugün tam problemsiz keçməyə bilər. Bəzi uğursuz təsadüflər, xırda xoşagəlməz hadisələr və səhvlər mümkündür. Üstəlik bir çox xərçənglər özlərinə qarşı həddindən artıq tənqidi yanaşacaq və hər bir xətanı sanki böyük bir fəlakət kimi qəbul edəcəklər. Özünüzə qarşı biraz da daha yumşaq davransanız, hər şeyi tezliklə düzəltməyin yolunu tapacaqsınız. Maliyyə sahəsində çətinliklər yarana bilər. Birincisi, imkanlarınız olduğundan yüksək qiymətləndirib, yaxın zamanda gəlir əldə edəcəyinizə ümid edərək daha çox xərcləyə bilərsiniz. İkincisi, cazibədar təkliflərə qarşı durmaq çətin olacaq. Bunun qarşısını almaq üçün alış-verişdən uzaq durmaq və internet mağazalara tez-tez baxmamaq daha yaxşıdır. Şir bürcü 12 Aprel 2026-cı il. Bugünü yalnız sadə və tanış işlərə həsr etməyi planlaşdırmış olsanız belə, xoşagəlməz sürprizlərə hazır olun. Yolunuzda maneələr yarana bilər. Anlaşılmazlıqlar isə xoşagəlməz nəticələrə səbəb ola bilər. Gün ümumilikdə çətin keçə bilərdi, amma siz özünüzü ələ alacaq, sağlam düşüncə ilə hərəkət edəcək, səhvlərə yol verməyəcəksiniz. Bəzi şirlər üçün ətrafdakılarla anlaşmaq həmişəkindən çətin olacaq. Kimsə sizi qəsdən əsəbləşdirə bilər. Digərləri isə sadəcə diqqətsiz davranar və nəticədə elə hiss edə bilər ki, ətrafınızda yalnız sizə qarşı olan insanlar var, amma əslində belə deyil və siz bunu tezliklə anlayacaqsınız. Qız bürcü 12 Aprel 2026-cı il. Uzun müddətdir əl çatdıra bilmədiyiniz işlərlə məşğul olun və hamını çətin vəziyyətə salan bir problemi həll etməyə çalışın. Bugün faydalı fəaliyyətlər üçün çox uyğundur və daha yaxşısı konkret nəticə verən işlərə fokuslanmaqdır. Gələcək barədə xəyallar qurmaq olar, amma reallıqla əlaqəni itirməmək vacibdir. Əgər həmişə olduğu kimi ayaqlarınız möhkəm yerdə olsa, bir çox işlərdə istədiyiniz nəticəni əldə edəcəksiniz. Qeyri-adi görüşlər və xoş tanışlıqlar mümkündür. Bugün siz ətrafdakılara xüsusilə cəlbedici görünəcəksiniz və bir çox insan sizinlə tanış olmaq, dostlaşmaq istəyəcək. İntuisiyanız sizə kimə güvənmək, kimdən isə uzaq durmaq lazım olduğunu göstərəcək. Tərəzi bürcü 12 Aprel 2026-cı il. Çox narahat olmayın. Bugün ulduzlar sizin tərəfinizdədir və əgər hansısa işdə dərhal uğur qazanmasanız belə bir qədər sonra istədiyiniz nəticəni əldə edəcəksiniz. Gün xüsusilə yeni şeylər öyrənməyə hazır olan, təcrübəli tanışların məsləhətlərindən istifadə edən və başqalarının ideyalarını dəyərləndirənlər üçün uğurlu olacaq. Ümumiyyətlə müxtəlif insanlarla anlaşmaq, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq bacarığınız sizə çox böyük kömək edəcək. Siz köhnə əlaqələri bərpa edə və bir vaxtlar birlikdə oxuduğunuz və ya işlədiyiniz insanlara özünüzü xatırlada biləcəksiniz. Romantik münasibətlər sahəsində müsbət təsirlər üstünlük təşkil edəcək. Bir çox tərəziləri xoş görüşlər və yada qalan sürprizlər gözləyir. Bəziləri isə gizlincə arzuladıqları etirafları eşidəcəklər.
Əqrəb bürcü 12 aprel 2026-cı il. Bu gün üçün nə qədər çox plan qurmusunuzsa, onları həyata keçirmək üçün bir o qədər çox səy göstərməli olacaqsınız. Təəssüf ki, şərait xüsusilə səhər saatlarında çox əlverişli olmayacaq. Gözlənilməz çətinliklər yarana bilər və ən sadə işlər belə daha çox vaxt tələb edəcək. Sizdən tələb olunan isə sakit qalmaq, məqsədinizə doğru irəliləməyə davam etməkdir. Ən israrlı əqrəblər mütləq uğur qazanacaqlar. İmprovizə etmək, vəziyyətə uyğun yeni həllər tapmaq bacarığınız sizə kömək edəcək. İntuisiyanız nə vaxt ehtiyatlı olmaq, nə vaxt risk etmək lazım olduğunu göstərəcək və siz buna qulaq asacaqsınız. Bəzi əqrəblər əvvəllər çox çətin görünən məsələləri həll edəcək və vacib suallara cavab tapacaqlar. Ox atan bürcü 12 aprel 2026-cı il. Günün birinci yarısında baş verə biləcək çətinlikləri ürəyinizə salmayın. Bu vaxt bir çox ox atanlar adətən diqqət yetirmədikləri şeylərə həddindən artıq önəm verəcək və onları xilas edən yumor hissi bu dəfə kömək etməyə bilər. Unutmayın ki, ən yaxşı strategiya sadəcə gözləməkdir. Çox keçmədən vəziyyət yaxşıya doğru dəyişəcək. Siz özünüzü daha sərbəst hiss edəcəksiniz. Günün ortası yeni başlanğıclar üçün əla zamandır. Hansı işə başlasanız tez bir zamanda dəstək alacağınıza şübhə yoxdur. Hətta sizdən bunu gözləmədiyiniz insanlar belə kömək təklif edəcəklər. Oğlaq bürcü 12 aprel 2026-cı il. Maliyyə məsələlərinin həllini günün birinci yarısında saxlayın. Əgər səhər pul xərcləmək istəsəniz, bunu kiçik məbləğdə məhdudlaşdırın. Əks halda ehtiyatsız davranış xərclərin həddən artıq artmasına səbəb ola bilər və sonradan buna görə peşman olarsınız. Digər sahələrdə isə gün uğurlu keçəcək. Yığılmış xırda işləri həll etmək, təşkilati məsələlərlə məşğul olmaq üçün uyğundur. Gündəlik işlərə yaradıcı yanaşma gözlədiyinizdən daha yaxşı nəticələr əldə etməyə kömək edəcək. Dolça bürcü 12 aprel 2026-cı il. Faydalı bir iş görmək istəyəcəksiniz və belə bir imkan mütləq yaranacaq. Çətin tapşırıqlar dolçaları qorxutmayacaq. Bürc nümayəndələr uzun müddətdir təxirə saldıqları işlərə həvəslə başlayacaq və onları uğurla tamamlayacaqlar. Köməyə ehtiyac olmasa da yeni tanışlardan biri kömək təklif edərsə bundan imtina etməyin. Birgə fəaliyyət gələcəkdə məhsuldar əməkdaşlıq və ya möhkəm dostluğun başlanğıcı ola bilər. Qeyri-rəsmi mühitdə həmkarlarla ünsiyyət qurmaq və ya təcrübəli tanışlarla iş mövzularını müzakirə etmək faydalı olacaq. Bu cür söhbətlər maraqlı ideyalar doğura bilər. Bəzi dolçalar yaxın vaxtlarda karyera yüksəlişi üçün nə etməli olduqlarını anlayacaqlar. Balıqlar bürcü 12 aprel 2026-cı il. Qətiyyətli davranmağa, məqsədə çatmaq üçün əsaslı risk etməyə hazır olanlar üçün çoxlu maraqlı imkanlar açılacaq. Bir çox balıqlarda əla ideyalar yaranacaq və onları tezliklə həyata keçirmək mümkün olacaq. Əgər planlarınızı yaxınlarınızla bölüşsəniz, kimsə onların həyata keçirilməsində iştirak etmək istəyəcək. Gün maliyyə baxımından uğurlu olacaq. Pul daxil olmaları mümkündür. Sərfəli müqavilələr bağlamaq şansı yaranacaq. Bürc nümayəndələri boş şeylərə pul xərcləməyəcək. Əksinə qənaətçil davranacaqlar.